Epilepsiya, serebral iflic, əzələ xəstəlikləri, autizm spektr pozuntusu və s. kimi xroniki xəstəlikləri olan uşaqlarda vaxtında peyvəndləmə aparılmadıqda ciddi ağırlaşmalar müşahidə oluna bilər. Pnevmoniya, sepsis, meningit, ensefalit kimi ölümlə nəticələnə bilən xəstəliklər. Bundan başqa mövcud olan nevroloji xəstəliklərin ağırlaşması, məsələn, qıcolmaları olan xəstələrdə infeksiya zamanı yüksək hərarət qıcolmaları tetiklədiyi üçün qıcolmaların sayı və yaxud da ki, gedişatı ağırlaşa bilir və bundan başqa saatlarla davam edə bilən epileptik statusa girə bilirlər. Xüsusilə də əzələ xəstəlikləri olan uşaqlarda, məsələn, serebral iflic, miopatiya, miasteniya kimi xəstələrdə ciddi tənəffüs çatışmazlığı da müşahidə oluna bilir. Bəzi xəstəliklər ağır beyin fəsadı, bundan başqa eşitmənin, görmənin və həmçinin nitqin pozulmasını belə gətirib çıxara bilirlər. Vaxtında aparılan peyvəndləmə uşağınızın sağlamlığın qorunmasında mühüm rol oynayır. Buna görə də peyvəndlərdən qorxmayın, çünki onlar uşaqlarınızı qoruyur. Əksinə xəstəliklərdən qorxun, çünki onlar zərər verir.